çox vaxt insanın sıxıntılarda, müsibətlərdə, xəstəliklərdə dava dərmandan daha çox mənəvi təsəlliyə ehtiyacı var. Bəzən yəni bir neçə söz insanın təsəlli tapmasına səbəb olur. Və hətta insanlar dərdini danışası adam tapmır. Və biri deyir ki, mən qohumlarıma getdim. Gördüm ki, həyətdə dəli kimi ora-bura gəzir. Dəli insan kimi. Və ona yaxınlaşdım, soruşdum ki, nə olub? Mənə dedi ki, malımın bir hissəsini əlimdən alıblar. Malımın bir hissəsini əlimdən alıblar. Özünə yer tapa bilmir. Mən ona dedim ki, yəni bu hərəkəti kim edər? Sənin kimi. O insan ki, onun ehtiyacı var. Sənin ki, ehtiyacın yoxdur. Nə olsun ki, alıblar. Və başladım onun mal dövlətini saymağa. Dedim ki, bu ev kimin? Deyir ki, mənimdir. İçərisində olan əşyalar və tək Bağdad şəhərində onun 1 milyonluq malını saydım. Sonra mənə deyir ki, Allah razı olsun, 3 gündür çörək yemirdim. Biraz da otur, söhbət elə. Görsən, yəni insanın bir söz nə qədər rahatlıq tapmasına səbəb olur. Həqiqətən də imanın tələb etdiyi şəkildə insanın davranması hər bir halda insana xeyir qazandırır. Ona görə Peyğəmbər s.ə.v buyurardı ki, "Unzuru ilə mən huvə əsfələ minkum və la tanzuru ilə mən huvə fəvqakum fəinnehu əcdəru əllə təzdəru ni'mətəllahi aleykum." Siz sizdən aşağıda olanlara baxın. Dünyavi işlərdə sizdən aşağıda olanlara baxın, yuxarıda olanlara baxmayın. Əgər belə etsəniz, Allahın sizə olan neymətini aşağı görməzsiniz. Əgər bir insanın 2 otaqlı evi varsa, 1 otaqlı evi olana baxsın. 1 otaqlı evi olan isə heç evi olmayana baxsın. Və nə qədər insan aşağını düşünərsə və yaxud da sıxıntılarda, müsibətlərdə, xəstəliklərdə ondan da daha dəhşətlisini fikirləşərsə, yenə görər ki, Allah Teala'nın onun üzərində neymətləri olduqca çoxdur. Sələflərdən biri deyir ki, əlimə bir yara çıxmışdı. Və əlimdəki yaranı başqası görür və halı dəyişir. Mən ona dedim ki, əlhəmdülillah, Allah həmd olsun ki, o yara mənim əlimə çıxıb. Əgər gözümə çıxsaydı necə olardı? Dilimə çıxsaydı necə olardı? Yəni, insan nə qədər ağrını, dəhşətlisini fikirləşəndə yenə artıq bilər ki, Allah Teala'nın ona olan neymətləri çoxdur, neymət içərisindədir. Və başqa birisi deyir ki, mən bir xəstəni ziyarət etdim. Xəstəliyin şiddətindən inildiyirdi. Mən ona dedim ki, Allah şükür elə. Allah şükür elə ki, sənin qorunmaq üçün, daldalanmaq üçün yağışdan, soyuqdan yerin var, evin var və sənə xidmət edənlər də var. Sığınacaq, isinəcək yerin var və sən xatırla küçə-bacaya atılanları, küçələrdə yaşayanları, nə onların daldalanacaq yeri var, isinəcək yeri var, nə də onlara xidmət edənlər var. Və ikinci dəfə deyir, artıq onun yanına girdiyim zaman inildəmirdi. Deməli, gör, sözlər insana necə təsir edir. İkinci dəfə yanına girdiyim zaman artıq nədir? İnildəmirdi.